Nüşabə Musayeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib. Bölgə TV Milli Azə istinadən xəbər verir ki, onun ətrafı sosial şəbəkələrdə və izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, dəbdəbəli evlər və bahalı interyerə önəm vermir. Evimizə gələnlər tez-tez deyir ki, Nüşabə evin nə qədər sadədir. Mən dəbdəbəli şeyləri sevmirəm, evim çox sadədir. Bir evə o qədər pul xərcləməkdənsə, gedib başqa ev alaram, yatırım edərəm. Müğənni açıqlamasına kreditlə bağlı məsələyə də toxunub. O deyib ki, hazırda kredit ödəyir və 3 il sonra mənzil tam şəkildə onun adına özəlləşdiriləcək. Nüşabə Musayeva həmçinin vurğulayıb ki, hazırda yaşadığı evdən əlavə daha 3 ev var. Şükür öz evimdən başqa 3 evim də mövcuddur. Müğənninin bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və onun sadə yaşam tərzi ilə eyni zamanda bir neçə mənzilə sahib olması sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Rəna Rövşənqızı, Bölgə TV. Evə gələndə deyir ki, necə sadədir sənin evin, Nuşa, məsələn, qonaq gəlir də. Mən elə şahənşah şeylərə önəm vermirəm. Çox sadədir evim. Yəni sıradan bir insanların evi kimi çox sadə. Mən fikirləşirəm ki, ora o qədər pul töküncə, divarları mramordan eləyincə gedib o pula ev alaram da. Yatırım eləyərəm. Başım bir qızını köçürməyə evim var. Əsas odur. Çox şükür Allaha. Çox Düzdür, şükür. kredit ödəyirəm. Yəni ilkin ödəniş vermişəm, aylıq kredit ödəyirəm. Tamamında inşallah 3 il tamamında özəlləşdiriləcək. 3 dənə öz evimdən əlavə 3 dənə evim var, bəli. Aha, xeyirli olsun, uğurlu olsun. Vallahi.